başlayalım. Deməli biz devam edirik. Bax burada 6-cı yazılıb Azərbaycan bəstəkarlarının alət üçün orijinal işləmə, köçürmə yaradıcılığı. Nəzəri qaydada bax bunu bilmək lazımdır mən danışdığım kimi. Və 7-ci də buna bağlı bir şeydir. Dərsliklər, dərs vəsaiti, ədəbiyyat haqqında. Bax bununla indi əlaqələndirəcəm, indi deyim. Bax əvvəlcə onu deyim. Azərbaycan bəstəkarları və saz, aşıq musiqisi. Hər bir Azərbaycan qanı daşıyan bizim 20-ci əsrin əvvəllərindən o hərəkata keçən bəstəkarlarımızın hər bir nümayəndəsi, hər biri istər-istəməz aşıq musiqisinə müraciət edir. Aşıq musiqisinin üslub xüsusiyyətindən, əlamətindən, tembrindən mütləq istifadə edir. Hərə öz bacarığı səviyyəsində. Və yekun nəticə olaraq bu danılmaz bir həqiqətdir. Hamı da qəbul edir ki, profesional Azərbaycan bəstəkarlıq məktəbinin təşəkkülündə, formalaşmasında, inkişafında Azərbaycan aşıq yaradıcılığının, aşıq musiqisinin böyük rolu olur. Bunu heç kim danmır və danılmaz da bir həqiqət. Üzeyir bəydən başlayaraq, bax, ilk operanın şərq aləmində bizim yaradıcımızdır da Leyli Məcnun. Leyli Məcnun operası muğamlar üzərində durur. Amma onun Əsli və Kərəm operasında Atüstü Kərəm havasından leitmotiv kimi istifadə olunur. Müslüm Maqamayevin Şah İsmail operasında həmin Atüstü Kərəm havasından leitmotiv kimi istifadə olunur. Üzeyir bəyin Aşıq Sayağı triosu var, 31-ci ildə yazıbdır. Adından da görüldüyü kimi Aşıq Sayağı triosu. Aşıq Sayağı triosu da bizim Azərbaycan musiqi mədəniyyətində ilk kamera instrumental janrın ilk nümunəsi hesab olunur. Yəni bu janrın ilk ortaya çıxan əsəri bizim Aşıq adından bağlıdır, Aşıq Sayağı adından bağlıdır və Üzeyir Hacıbəyinin Aşıq Sayağı triosu. Kamilə Dadaşlarda qeyd edilir ki, Aşıq Sayağı triosunun yaranması sanki Koroğlu operasının yaranmasına bir rəvas verdi. Ondan bir neçə il sonra. Yəni ki, Koroğlu'nun o şeyimləri, toxumları sanki Aşıq Sayağıda səpilmişdi. Və bu məsələləri qeyd edirkən mən müəllim demişəm, qərbüşünaslılıqla mən bunları deməliyəm. Bunlar mənim xüsusi kitablarımdır. Tarihi Məmmədovun Azərbaycan aşıq yaradıcılığı, Kamilə Dadaşzadənin aşıqşünaslığın tarixi nəzəriyyəsi. Bu məsələləri xırdalayan ədəbiyyat, əsl ədəbiyyat bunlardır. Mən bunlara dayanıb danışıram. Və bunlar özləri də qeyd edilir ki, bəstəkarlar nə qədər bizim aşığımıza, sazımıza müraciət edibdir. Qara Qarayevin 2-ci, 3-cü simfoniyasında, Yedi Gözəl baletində, kantatalarında, Akşin Əlzadənin əsərlərində, Cavanşir Quliyevin xüsusən əsərlərində aşıq musiqisindən bol-bol istifadə olunurdu. Bu belə də olmalıydı. Çünki onların o hərəkata keçdiyi bir dövrdə milli şüur formalaşırdı. Necə deyək, o türk bədii təfəkkürü, Azərbaycançılıq ideyaları formalaşırdı. Bunun üçün də yeganə istinad mənbəyi bu olmalıydı, elə bu da oldu. Bunlar öz yerində və saz onlara nə verdi? Onların yaradıcılığına bir xərqlilik gəldi, milli karalit gəldi. Həm onlar qazandı, həm sazımız qazandı. Bunlar öz yerində. Amma bu dediklərim orijinal əsərlər deyil, saz aləti üçün. Nə mənada? Bura yazılıb ki, Azərbaycan bəstəkarlarının alət üçün orijinal əsərləri. Bu nədir? Orijinal odur ki, bəstəkar başlanğıcını götürəndə bu alətdə ifadə üçün nəzərdə tutulur. Bu dediklərimizin, bayaq dediklərimizin siyahısını uzatmaq da olar. Bəstəkarların da adını çox bəstəkarlarımız çox əsərlərində istifadə edir. Onlar orijinal əsərlər deyil saz üçün. Saz üçün orijinal odur ki, sazın ifa olunması, sazda ifa olunması üçün nəzərdə tutulsun. Biz bura məsəl üçün Süleyman Ələsgərovun Aşıq Varisini bir orijinal əsər kimi misal göstərə bilərik. Nəyə görə? Bu əsər yaranandan saz və xalq çalgı alətləri orkestri üçün nəzərdə tutulur. Bu artıq bəstəkarın burada qeyd olunan orijinal əsərdir ki, saz üçün nəzərdə tutulur. Cavanşir Quliyevin o Aşıq Vari da bilirsiniz də bizim elə Misri havasının üstündə qurulan bir şeydir. Bu məlum məsələdir. Cavanşir Quliyevin skripka və saz üçün sonatası var. Adına fikir verirsiniz, saz və skripka üçün və ya skripka və saz üçün. Bu orijinal əsərdir. Bu saz üçün nəzərdə tutulur. Cavanşir Quliyevin Karvan əsəri var. Səhv eləmirəmsə, fleyta, saz üçündür.
Fleyta, saz, bir de violoncel. 3 alet üçün. Burada da sazın adı başta keçir və saz üçündür. Bunlar nədir? Orijinal əsərlərdir. Babək Qurbanovun Can Vətən əsəri var. Burada proqrama da bax, burada da yazılıbdır. Babək Qurban Can Vətən. Can Vətən saz üçün, çalmaq üçün. Bu da orijinal əsərdir. Növbətinə keçəndə burada yazılır işləmə və köçürmələr. Orijinal əsər deyərkən bir dənə də mən bu qaldı, bunda deyil. Bizim Fəxrəddin Baxşəliyev müəllimimizin Simurg adında bir kitabı var. Bu vokal və saz üçün əsərlərdir. Bunlar da orijinal əsərlərdir. Bu tardan, qarmondan yığıb gətirməmişik ki. Burada oxuyursan, buradakı sufi məzmunlu mahnılardır, düzdür. Oxuyursan və saz notla onu müşayiət edir. Bu orijinal əsərdir. Heç bir yerdən tapıb gətirməmişik. Saz üçün nəzərdə tutulur. İşləmə köçürməyə gələndə artıq və bax, bayaq dedim, sonra dərs vəsaiti, ədəbiyyatlar deyirik. Bizim istifadə edildiyimiz dərs vəsaitlər, ədəbiyyatlar həmin elə bax bu kitablardır ki var. Məsəl üçün 2006-cı ildə çıxıblar, bu səviyyədən gəlmişəm. 2006-cı ildə çıxan fortepiano müşayiətli saz əsərləri. Saz əsərləri yazılmasına rağmen bunlar işləmə və köçürmələrdir. Məsələn, ayrı-ayrı nəzərdə tutulmuş əsərləri, ayrı alətlər üçün və ya oxumaq üçün nəzərdə tutulmuş əsərləri sazın uyğunlaşdırırsan, kökünə, diapazonuna bir kitab çıxarsan, bu işləmə və köçürmədir. Bax, bizim təvəzzükarlıqdan uzaq da olsa, bizim 2021-ci ildə, bu 25-ci ildə təkrar nəşr çıxartdırdı. Bu, belə bir kitabımız çıxdı, Azərbaycan bəstəkarlarının əsərləri. Bunun heç biri orijinal əsər deyil. Bunun hamısı biri oxumaqdan götürülür, biri qarmondan götürülür, biri tardan götürülür. Saza neynənir? Köçürülür və işlənir. Buradakı əsərlər köçürmə və işləmələrimizdir. Və nəzərinizdə saxlayın ki, bunlar bax, bu dərs vəsaitlərimiz, bizim tədrisdəki vəsaitlərimizdir, istifadə edildiklərimizdir. Bayaq dedik, saz məktəbi kitabımız. Bunlar bizim vəsaitlərimizdir, dərsliklərimiz, dərs vəsaitlərimizdir. Bir də 2023-cü ildə çıxan, görsüz adından da göründüyü kimi, saz ilə fortepiano üçün işlənmiş və köçürülmüş, orijinal deyillər. Bu, yəni ki, belə əsərlərə böyük ehtiyac var. Yenidən işlənməlidir, yazılmalıdır. Amma siz fikir verdinizmi ki, bizim orijinal əsərlərimiz nə qədər azdır? Amma digər alətlərimizə baxaq görək, tar üçün, kaman üçün, ayrı-ayrı alətlərimiz üçün nə qədər bizim bəstəkarlarımızın əsərləri var. Niyə? Niyə bax, profesional bəstəkar, Azərbaycan bəstəkarlıq məktəbinin formalaşmasında rolu olan bu saz üçün, bunun öz kökü var, öz xüsusiyyəti var. Buna uyğun saz və fortepiano üçün, saz və xalq çalgı alətləri orkestri üçün, aşıqları kimi, saz və ən müxtəlif uyğun alətlər üçün nə vaxt bizim bəstəkarlarımız orijinal əsərlər ortaya qoyacaq ki, biz də tədrisdə onlardan yararlanacaq. Yenə deyirəm, bu köçürmələrə, işləmələrə başlamışıq. Allah verən ömür qədər də davam elətdirəcək. Amma bir peşəkar bəstəkarın orijinal əsər yaratmağı, bunun da qiyməti tamam ayrı şeydir və böyük bir ehtiyac var. Böyük bir ehtiyac var. Bunu bəstəkarlarımız gərək buna laqeyd yanaşmasınlar. Burada müəllimin 8 var, 9 var, 10 var. Bunların müəllimin peşə səriştəsi. Bax, alət haqqında məlumat, dayanma tərzidir, əllərin quruluşudur. İndi mən, yəni necə deyim, durub bunları bir o dərəcədə xırdalığa getməyin də yeri yoxdur. Hər bir müəllim şagirdə 305 il dərs keçirsə, o artıq bilir ki, sazı necə tutmaq lazımdır, sazın necə tutuluş qaydası da, elə bir aplikadurası necə olmalıdır, mizrabı necə vurulmalıdır, hardan bütün simlərə mi vurulmalıdır, harda alt simlərə. Yəni, bildiyimiz o dərs prosesindəki məsələlər də müəllimin peşə səriştəsi nədir? Bu peşəkar müəllimdirsə, peşə səriştəsinə malik bir insandır da. Bunlar sizi çaşdırmasın. Bunların hamısının üzərində burada durulmayacaq ki, mən dramaturgiya, səs üzərində iş. Səs üzərində iş əslində profesional baxımdan yanaşdıqda tamam ayrı şeydir. Amma səs üzərində iş bir saz müəllimi nəyə deyə bilər? Səs üzərində iş aşıq havalarının oxunduğu zaman onun o aşıq boğazlarından, aşıq üslubundan, balamey, vokal girişlərindən, səs üzərində iş, dərsdə nə iş görürsə ondan danışacaq. Yəni, imtahanda əziz həmkarlarımız belə panikaya düşməsinlər. Bir müəllimsən, giribsən və sənin müəllimliyə aid bacarığını dərs prosesində yerinə yetirdiyin o funksiyaları
göstermeye çalışıyorum. Orada oturan insanlar da bizim canımızdan, qanımızdan olan insanlardır. Ümid edirik ki, hər şey yaxşı olacaq. O yazır elementar musiqi nəzəriyyəsi. Mən bu bir video daxilində mən necə xırdalayım onları? Elementar musiqi nəzəriyyəsinə aid kitablar var. Orada bu qammaları mütləq bilmək lazımdır. Qammalar haqqında söhbət bayaq dedik ki, mi bemol major dominal qammasını tutaq ki, göstərdik. Sonra soruşulacaq ki, siz göstərdiyiniz neçə işarəlidir? Biz bilməliyik ki, 3 işarəlidir. Bəs 5 işarəli hansıdır? Və ya si minor qammasında neçə işarə var? Və ya do major qammasının paralel minoru nədir? Və ya milli ladlar haqqında nə deyə bilərsiniz? Sevgi ladır, rast ladır, şur ladır. Bunların yaranma tetrakortları. Qədim ladlar nədir? İonik, dorik ladlar var da. Qədim ladlar nədir? Müasir ladlar nədir? Major, minor lad deyəndə nə başa düşür? Bunun hamısı, bilirsinizmi, bir video daxilində izah oluna biləcək mövzular deyil, geniş bir şeydir. Kitabı götürürük, oxuyuruq. Və mənim özümdə nəyi bilmirəmsə, nəzəriyyə müəllimlərindən soruşuram. Bilməyənlər bilənlərdən soruşmalıdır. Bu işin qaydası odur. Hamının musiqi məktəbində də Allah şükür nəzəriyyə müəllimləri var. Nəyisə başa düşməyəndə onlardan da yardım almaq olar. Musiqi və incəsənət məktəblərinin müvafiq alət üzrə tədris proqramları. Elə burada var idi. Əlimə keçsə göstərəcəm. Əlimə keçməsə. Bizim 2015-ci ildə proqramımız çap olunub da. Buralarda, burada 2015-ci ildə çap olunan proqramda ən son variant səhv eləmirəmsə bu olmalıdır. Bundan sonra gəlməyibdir. Yəni bunu da bir vərəqləsinlər ki, axı tutaq ki 4-cü sinifin 2-ci yarım ilində hansı öhdəliklər, tələbatlarımız var, hansı havalar var, 5-ci sinifin 1-ci yarım ilində nə ifa olunmalıdır. Bunlar biz məlumatda olmalıyıq ki, axı biz fərdi vərəqələr yazırıq. Yəni burada nə yazılıb? Musiqi və incəsənət məktəblərinin müvafiq alət üzrə, yəni saz alət üzrə tədris proqramları. Tədris proqramımız da bu üzrə görünür. Bundan məlumatda olmalı və soruşulanda 2-ci sinifdə nə var? İzah eləməliyik. Və mən qeyd eləmək istəyirəm ki, belə nazirlik səviyyəsində mən burada fikrim tənqidi yanaşmaq deyil. Tənqidi yanaşası olsam gərək bu çəkdiyimiz videoya qədər bir də bunun üstündə mən yenidən danışam. Sadəcə onu demək istəyirəm ki, bax bəzən zəng vururlar mənə, inanırsınız zəng vururlar ki, müəllim ədəbiyyat siyasi verilib, Qasımlı Məhərrəm Ozan Aşıq Sənəti 2003-də çıxan kitabdır. Səhifə 308-də hansı yaxşı bir məlumat var? Məsləhət bilirsiniz, mən o 308-ci səhifəyi oxuyum. Deyirəm ki, 308-ci səhifə kitabın qurtaracaq səhifəsidir. Qabığıdır. Nə oxuyacaqsan sən oradan? Bunu yazanda düzgün yazmaq lazımdır. Bu 308 S-E-H nöqtə. Yəni bu kitab 308 səhifədən ibarətdir. Bax, başı uğur 304 səhifədən ibarət. Amma sən bura yazanda ki, səhifə 308, haqlı olaraq bu müəllim, mən bu kitabla tanış deyiləmsə, deyirəm ki, Məhərrəm Qasımlının kitabında görürsən 308-ci səhifədə nə var ki, bunu belə bura adını qoyublar. Adının belə şeylərə diqqət. Amma burada, məsələn, bunu da çəkin zəhmət olur. Burada artıq düzdür, səhifə qabaqda olmalı. Nəyə görə? Musiqi Dünyası jurnalı. Bu onu göstərir ki, Musiqi Dünyası jurnalının nömrə 2-sində 2020-ci ildə çap olunan Məhərrəm Qasımlının Ozan Ənənəsi məqaləsi edib və geniş tərkibli bu jurnalın da səhifə 40-43-cü səhifələrində bu məqaləni oradan biz tapa bilərik. Bəli, burada səhifə qabaqda olmalıdır. Amma kitab olan Mahmud Allahmanlı və Məhərrəm Qasımın İzahlı Aşıq Ədəbiyyatı sözlüyü. Səhifə 224. 224 qutaracaqsa, qutarır kitab. Bunu 224 səhifə. Və burada mən qeyd elədim, hamı da bu kitablarla tanışdır. Hanı bu kitablar bu ədəbiyyat siyasında? Bax, bu nə qədər şeylər danışdım, mən bu kitablardan qırağa çıxmadım. Və bu danışdıqlarım burada əhatə eləmədimi? Buranı əhatə elədi. Buranın ədəbiyyat siyasında bu kitablar yer almalıdır. Yoxsa ki, hansısa Aşığın şeir kitablarını buraya yazıblar. Şeiri o müəllimdir ki, Aşıq Saz müəllimi şeiri bilməlidir. Amma sənin bu proqramını əhatə edirmi burada verilən? Burada ki, ədəbiyyat siyasında məsləhət, tövsiyə bildiyim bu kitab mənə gedib oxusam, mənə bir məlumat verəcəkmi bu barədə?
Belə ki, nazirlik səviyyəsində, dövlət səviyyəsində bu müəllimlərə ötürülən məsələlərdə həssas yanaşmaq, diqqətli olmaq lazımdır. Mən ümid edirəm ki, orada pauza eləs. Belə məsələlər, bilirsizmi, bəzi adamlara aydın olur, amma bəzi insanlarımıza da çaşqınlıq yaradır, aydın olmur. Bu görünüş, bax, bu görürsünüzmü? Bax, mən heç bir şey eləmədən nə göndəriblər, onu çap eləmişəm də. Görürsünüzmü, bax, necə Kərəm gözəlləməsi burada qalıb, i bura keçibdir. Bu Word-ün xüsusiyyəti də ora-bura göndərəndə dəyişir. Amma bütün bunları nəzərə alıb, bunu PDF formatında eləmək lazımdır. Heç bir dəyişkənlik yaranmasın. Heç bir sürüşmə olmasın. Çox bir-birinə qarşı. Bax, döşəmə Koroğlu'nun U hərfi bura keçib. Baş sarı tel, orta sarı tel bir-birinə qarşı. Aləm deyib bir-birinə, oxuyan heç nə başa düşmür. Və onu da qeyd eləmək istəyirəm. Əgər burada havalar siyahısı verilirsə, bax, sayılı havalardır da. Bax, bir neçə hava indi saymıram. Bir neçə hava buradadır, bir neçə hava da buradadır da. Bizim ümumi indi çox havalarımız var da. Əgər bura qoyuruqsa, konkret elə havaların adları qoymalıdır ki, hamı tərəfini, onsuz da yazıbsınız ki, əlavə havalar ifa oluna bilər də. Çox gözəl. Heç olmasa bura yerləşdirən, adı keçən havalar elə bir havalar olmalıdır ki, bu sual yaradıcı hava olmasın. O məsələn, döşəmə Koroğlu'nu mən bir neçə aşıqdan soruşmuşam. Hərəsi birinə döşəmə Koroğlu deyir. Bu lazım idi ki, məsələn, indi döşəmə Koroğlu burada olmalı idi ki, oxuyan da desin görəsən, hansı variantıdır bu döşəmə Koroğlu'nun söhbət gedir. Və yazıb orta gəraylı. Orta gərayılını mən bilmirəm. Mən bilmirəm və tanıdığım bir neçə müəllimlərdən də soruşmuşam, onlar da bilmir. İndi ola bilər ki, belə bir hava var. Biz bilmirik, bizə məlum. Qardaşım, sən tək özün fərdi repertuarında bu hava olsa belə, sən ümumi auditoriyanı nəzərə almalısan. Sən əgər göndərirsənsə də, hamının biləcəyi havaların, sual doğurmayan havaların adları burada olmalıdır. Orta gəraylı havasında heç kim gəraylı bilirik də hansı havalardan söhbət gedir, gəraylı deyəndə. Orta gəraylı, sonra bir dənə gəraylı, sonra da orta gəraylı. Axı biz bunu belə demir, biz deyirik şəqai gəraylı, minə gəraylı, bir də Borçalıda istifadə olunan tərsə gəraylı, bir də Şirvanda istifadə olunan gəraylılar ola bilər. Amma orta gəraylı deyəndə nəyi nəzərdə tutursunuz? Belə sual yaradıcı havaları yox da, konkret bax, Dilqəmi, Cəlili, Ruhani, Misri, hamının anlaya biləcəyi havaların adı olmalıdır. Kimsə bir icad edilibsə, orta gəraylısı varsa, o da gəlib imtahanda bunu əlavə hava kimi çağırıb qiymətini ala bilər. Amma ümumiyyətə bunu belə bu şəkildə göndərmək olmaz. Yenə deyirəm, mövzumuz burada tənqidi bir video çəkmək deyil, fikrimizdə qətiyyən. Sadəcə deyirik ki, bu məsələlərdə həssas olmalıyıq və ümumi mənzərəni göz önündə saxlamalıyıq. Mənim ola bilər bilmədiyim şeylər də olar. Bir insan hər şeyi bilə bilməz. Mən bilmədiyim şeylərdir. Amma bu bildiklərimi sadəcə ötürməyə çalışdım əziz həmkarlarımıza ki, bəlkə kimsə nəsə eşidər. O bəzən bir kitabı oxuyursan, yadında heç nə qalmır. Amma kimsə sənə nəsə danışır, bu tez beynində qalır. İstər tarixinlə bağlı, istər bu havaların üslubunla bağlı, janrınla bağlı bu məsələlər ümid edirəm ki, kömək ola bilər, yardımcı ola bilər və müəllimlər bəzi məsələləri insan biləndə onda ananın həyəcanı da azalır. Psixoloji cəhətdən bayaq dedim, özünü daha hazırlıqlı hiss edir və bildiyini tapıb deyə bilir. İndi gözüm sataşdı, bayaq janr məsələsinə musiqinin üstündə gedirdik. Orada ibarə nədir, cümlə nədir? Biz qeyd elədik. Janr da çox məzmunlu bir sözdür. O məsələn, ümumilikdə deyirlər ki, Azərbaycan musiqisində müxtəlif janrlar var. Muğam janrı var, aşıq janrı var, xalq mahnısı janrı var, rəqs janrı var. Amma onların da özünün bir janr tərkibi var. Məsələn, simfonik muğam var, o ayrı bir janrdır. Muğam opera var, ayrı janrdır. Aşıq yaradıcılığının içində dastan janrı var. Aşıq yaradıcılığının içində qoşma janrı, gəraylı janrı deyirik. Janr həm geniş mənalı bir sözdür, həm də dar mənada da istifadə olunur. Məsələn, sənin ifa elədiyin, apardığın mahnı aşıq janrında ola bilər. Aşıq varis alırsansa,
Koroğlu operasından Aşıq mahnısı var burada proqramda. Aşıq mahnısı, bunlar aşıq janrında, aşıq üslubudur. Və ya Emin Sabitoğlu'nun Can Azərbaycanı çağırsansa bu bir mahnı janrında. Mahnı janrında çağırsan. Və ya sən ola bilər bir bayaq göstərdi marş janrında bir şey çağırsan. Rambada dam bam damlı. Bunlar da sizin ifa edəcəyiniz bəstəkar əsərlərinin janr xüsusiyyətləridir. Hər kəsə uğurlar arzulayıram. Ümid edirəm ki, hər bir kəs imtahandan müvəffəqiyyətlə keçər.